Süni intellektin əhatəsi genişləndikcə bir çox peşə sahəsi təhlükə altına düşür. Beynəlxalq ekspertlər, hətta nüfuzlu iş adamları dünya ictimaiyyətinə artıq xəbərdarlıq eləyirlər. Tövsiyələrdən ən əsası isə gələcəkdə süni intellektin insanları deyil, insanların onu idarə etməsi üçün işlərin görülməsidir. Sürücüsüz idarə olunan avtomobillər, sürətli tərcümə proqramları, robot işçilər. İnsan əməyinin süni intellektlə əvəz edildiyi yeni bir dünya təsəvvür edin. Bir də bu dünyaya uyğunlaşmağın yollarını. Süni intellekt günümüzün olmasa da gələcəyin reallığına çevrilməkdədir. Bu isə gələcəkdə qlobal işsizliyin artmasına səbəb ola bilər. Odur ki, artıq dünyanın bir sıra qabaqcıl universitetlərində süni intellektin düzgün idarə edilməsinin yolları araşdırılır. Ölkəmizdə isə bu yalnız müəyyən ixtisaslarda fən kimi tədris olunur. İxtisasımızdan asılı olmayaraq tədris olunmasını istəyərdim. Çünki müasir dövrün parçasıdır və gələcəkdə daha çox sahələrdə istifadə olunacaqdır. Bu bizim həm inkişafımız üçün, həm də yararlı olardı bizə. Çox əyləncəli dərslərimiz də keçirilərdi məncə. Gündəmi izləmək istəyirlərsə və onunla ayaqlaşmaq istəyirlərsə, məncə Azərbaycanda bu yüksək səviyyədə tədris olunmalıdır. Hətta bir fənn olaraq yox, ixtisas kimi Azərbaycanda bu formalaşdırılmalıdır. Magistratura səviyyəsində kompüter elmləri ixtisasının süni intellekt ixtisaslaşması mövcuddur və bu ixtisaslaşmada mövcud texnologiyaların və dünyada baş verən yeni trendlərə əsasən elmi praktiki əsaslara görə müəyyən yeni yanaşmalar mövcuddur. Bakalavr səviyyəsində təhsil alan tələbələrin növbəti illərdə nəzərdə tutulur ki, data analitika və proqram təminatı mühəndisliyi üzrə yeni ixtisaslar açılsın. Bəzi ekspertlər isə süni intellektin hələ orta məktəbdə tədrisini zəruri hesab edir. Fənlərin proporsionallığına və onların yük götürmə qabiliyyətinə baxsaq, bu orta məktəblərdə asan, primitiv, orta səviyyədə, ali təhsil müəssisələrində isə bu sahəni hazırlayan mütəxəssislər üçün daha dərin səviyyədə öyrənilməsi lazımdır. O ki, qaldı süni intellektə dair fənlərin tədris olunmasına. Bir daha təkrar edirəm, bu ayrı-ayrı fənlərdə özlərini əksini tapmışdır. İnformatikada tapa bilər, axtarış sistemlərində tapa bilər, alqoritmlərdə tapa bilər. Bu müxtəlif fənlərdə özəlliklə. Amma sırf süni intellektin peşə bacarıqlarını birləşdirən fənlərin tədris olunması, bir daha təkrar edirəm, bu artıq ümumi təhsil məktəblərindən başlamalıdır. Süni intellektin gələcəkdə əvəz edə bilmədiyi sahələr də var. Amerikalı iş adamı Bill Gatesin fikrincə, proqram tərtibatçıları, bioloq və enerji mütəxəssislərinin işsizlik barədə problemləri olmayacaq. Ancaq bir çox sahələr üzrə iş həyatına başlayanlar süni intellektlə bağlı əsas bilik və bacarıqları öyrənməlidir. Robotlar artıq bizim iş yoldaşımıza çevrilir. Onlardan istifadə etmək maraqlıdırmı? Bəli. Amma bir şeyi unutmamalıyıq ki, robotları yaradan da insanlardır və onların təhlükə yaratmaması üçün düzgün istifadə etmək də bizim əlimizdədir. Lalə Allahverdiyeva, Zaur Dadaşov, ASTV Xəbər.